Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri beyin mühəndisliğine qarşı Türkçə əski kitablar programının 296-cı bölümün başlayırıq. Allah'a min mərtəbə şükür ki, bu 296 bölümdə 550-dən çox Türkçə əski kitabları ki, əl yazmadılar və onlar çap olmayıblar və bizim də çoxumuzun məsələn deyək 300 milyon türk var, 299 milyonun xəbəri yoxdur bu kitablardan. Hətta bəlkə də çox, yəni 299.990 nəfəri. Yəni bir 100 min nəfəri filanı zadı olsa fərqi var. Qalanını bunun qəziyyəsində deyirlər ki, belə bir kitablar var. Onun üçün Allaha min mərtəbə şükr eləyib gələk görək ki, nələr var, nələr yoxdur. Bugünkü şansımıza Türk dünyasının yaratdığı dil uyğarlığı və yazı uyğarlıqlarının hansısı qanşarımıza çıxır, biz onlarla nə cür tanış oluruq. Geçmiş proqramda əgər səhv eləmirsəm, Əzizin Firişlizadə Fürqətnamə, Fərhəng Lüğət Farsi Türkçü, Qissəsül Ənbiya, Koroğlunamə bunları oxuduq. Geçenki proqramda lüğətnamə farsını oxuduq, təəllümnaməni də biraz oxuduq. Yəni bundan da bir neçə səhifə oxumağa çalışdıq. Çox gözəl bir əlyazma idi. Çox fərqli əlyazma, amma oxuduq. Məqalət Hacı Bəştaş Vəli adlı bir kitab var. Onu açaq görək ki, o nədir? Türkiyədə bilirsə Hacı Bəştaş Vəli çox müqəddəs bir şəxsiyyətdir. Birdən də ayrı kitab alaq, Məntiq Nəsihətnamə deyə bir başqa bir kitab da açaq. Görək ki, bu kitablarda Məqalat Hacı Bəştaş Vəli nə mənədir? PDF bizə deyir ki, bu Məqalat Hacı Bəştaş Vəli 143 səhifədir. Cildinə əlan baxırıq, cildi səhifəyə yerləşir. Kitab çox işlənib, bəllidir. Bunun üstü cildi göndən imiş, sonra bunun üstünə kağız yapışdırıblar. Həm gün zaman içində işləmək etkisində qalaraq çürüyübdür, ora burası dağılıbdır, özəlliklə qıraqları, ücləri dağılıbdır. Ha belə o kağız ki yapışdırıblar, o da dağılıbdır. Eyni halda görürük ki, kitabın şirazəsi də biraz çox köhnəlibdir. Səfəni açırıq, cildin içindəki səfədə görürük ki, ehtimalən fehrist yazılmışlar midatla və bu göstərir ki, son zamanlardır. O birisi səhifəyə baxırıq, yəni əslində kağızın birinci səhifəsinə baxırıq, orada da bir şeylər yazılıbdır, amma nədir, dərd edəyən bir şey deyil. 2 səhifə üst boşdur, 4-cü səhifədə Həzrəti İmam Əli rəziyallahu anh kərrəməllah və çəhu deyə bir yazı yazıblar. Aşağıda da bir gül çəkirmişlər, nə çəkirmişlər, orada o cür bir şey var və bir tarix var, 1269 deyə bir yazı görsənir orada. Sonki səhifə ki, şumarə 3 də vurulub üstünə, müstəhəbbat-i əvvəldir, ca üçün dər xufi üçün xufdur cariyə ki, fəzai Kərbəla eşq ilə mərdanə. Nədir? Buraya bilədim, amma əsl şey burada Məqalat Hacı Bəştaş Vəli deyə bura ad qoyduqlarıdır, bunu görürük. Sonra Ya Əli Mədəd yerində bu soralar yazılıb, midatla yazılıbdır və kitabın adı yazını görürük. Dövrəsində çarçıvə yoxdur, təzhib yoxdur, heç yox, çox sadə bir kitabdır. Yoğun qələm ilə çox aydınca yazılıbdır. Haza məqalati şərifi Həzrəti Piri Hünkar Hacı Bəştaş Vəli Əl-Xurasani Belisan Lətif Qıddəsə Sirruh deyə kitabın adını deyibdir. Mən də burada yazım. Məqalat ad. Məqalat Bəştaş Vəli. Hacı Bəştaş Vəli.
Bismillahirrahmanirrahim ilə başlayır, çarçöv falan yoxdur, amma bəzi yerdə qırmızı xəttdən səs olaraq, məsələn, A istifadə, mədd deyirlər də ərəbcə, mədd səsi, yəni uzatmaq, A. Onun üstlərinə görürük ki, bəzi yerdə, hər yerdə yox. Məsələn, Təalada qəri ilə qoyubdur, amma məsələn, salavat orada o adda bir şey ilə qoyubdur, ya ovladi deyə orada qoyubdur. Bəzi yerdə nöqtə kimi, bəzi yerdə də 3 nöqtə deyə qoyubdur. Amma qırmızı xəttdən çox istifadə eləyibdi yazıda, özəlliklə ərəbcələri yazanda, ya hətta qəri ilə necə yazmış ya ərəbcəni, onun da üstünə səslərin qırmızı ilə qoyubdur ki, daha çox rahat bəlli olsun. Sonra da bəzi yerlərdə nömrələr yazıbdır. Məsələn, burada qeydib gələndə bunları oxuyacağıq. Onda görərik ki, nədir? Bu 143 səfə ki, görürük. Bu 140 səfə PDF-də də elə 143 səfədir, kitabda da 143 səfədir. Kitab salim qalıbdır. Bununla belə ki, cildi çox işlənibdir, şey olubdur, amma kitab özü salim qalıbdır. Xətti də çox gözəldir, oxumalıdır. Mənim kimi savadsız türklər də bunu oxuya bilərlər və bəlkə də, əlbəttə bilirsiniz ki, irfan məsələsidir, təsəvvüf mərhələsidir, içsəl olaraq, insanın içi olaraq səngimaq məsələsi, aram farsça deyirlər, aram olmaq məsələsi, rahatlamaq məsələsidir. Bu təxəssüsü bir qonudur və təxəssüsü olduğuna görə də mənim çıxarımdan çox üstündür ki, eləyə bilən bunu o cür ki, gərəkdir anlaşa. Amma çün türkcədir və biraz daha azdan çoxdan mənim bir mütaliələrim cavanlıq zarlarında olmuşdu. Oxumağı rahat gələr məncə, amma anlamağında bəlkə zorluq çəkərik. Hər halda kitabın səhifələrinə bir dana baxdıq, gəldik təqribən axirlərinə yetişmişik. Dediyim kimi bəzi kəlmələrin üstünə qırmızı xətt çəkilibdir, başı üstündə, bəzisində də səs qoyulubdur. Kitabın sonuna yetişdik. Bu kitabı Təriqi Bəktaşiyədən Əli Babanın bənalərindən mürəkkəb nəmənət burada siliblər. Zalibdir ki, bu kitabda 2 kəlməni burada gördüyümüz əvvəldən buracan 2 kəlməni burada siliblər. Nədən siliblərsə, yəni bəllidir də, əmdən burada istəyiblər o adamın adı olmasın. Bu kitab-ı Təriqi Bəktaşiyədən Əli Babanın binalərindən mürkəb ya mərkəb nədir? Yedən katibdir, nədir? Fərzəndə kitabidir. Fərzəndə kitabidir. Allah iyi, Allah iyi, Allah hu nə mənə belə bir şey yazıbdır. Allah Muhammed Əli Səməd Həmidli Hüseyn, Həsən Hüseyn, tamam. Bəs şiədir bu bəlli olan. Allah sağda, Məhəmməd solda, Əli ortada, aşağıda Həsən və Hüseyn əleyhissalamların adları. Burada da bir şey yazıbdır. Sahib və Maliki Şeyx Məhəmməd İbni Vəlidi nədir? Belə bir adı da burada olacaqdır. Tərsi yazıblar kitabı üçün. Mən ya kitabı alan sahibi bu da bilirsiniz kitab bax olduğuna qəbaləsi kimi hesab olunmuş. Kitabın sonda cildində bir şey görsən ki, cırılıbdır, yapışıbdır ona və sonda da cildi görürük, qutardı və yap sonda da qeydi ki, kitabın əvvəlindəki səhifəni yenidən qoyur ora, bilmirəm nə üçün. Gəldik kitabın yenə əvvəlindən başlayaq. Bismillahirrahmanirrahim. Haza məqalat-ı şərifi Həzrəti Pir Hünkar Hacı Bəktaş Vəli Əl-Xurasani Əl-Lətif Qəddəsə Sirruh. Xurasani deyəndə deməyin ki, bugünkü Xurasandır. Yox, bu Hacı Bəktaş Vəli ehtimalən Xurasandandır. Xurasan da bugünkü Xurasan deyil. Çox böyük bir yekə torpaqlardır. Yəni
bir tərəfi gedir çıxır az qala az qala demirəm həttəmən gedir ora. Bir tərəfi gedir çıxır Çin tərəflərinə, yəni Türk dünyasıdır. Bir tərəfi də gəlir İranın bugünkü İran adlanan yerin içlərinə, ortasına, üstdən də gedir Tazaşdan gələ də Rusiyanın bir qədərinə can gedir. Çox böyük bir torpaqdır. Yəni əslində məsələn o şey içində nə mənə deyirlər, Deltay İran deyirlər, nə deyirlər, belə bir şey adı vardı, torpaq adı. Xorasan bir böyük coğrafiyayı addır, siyasi ad deyil, ya şey adı deyil, yəni bir balaca bölgənin adı deyil. Çox böyük bölgəyə qədim bunu deyilmişlər, Türkistanla ayırırmışlar. Türkistan biraz bundan daha yekədir. Bəlkə də Türkistanın içində olan Xorasan hesab olunmuş. Yəni mən bunu da nəzərimə gəlir, çünki Türkistan çox böyük bir yerdir. Bunun içində kiçik bölgələr var ki, Türkistanın içindədir, biri də Xorasandır. Mən belə nəzərimə gəlir. Hər halda Bismillahirrahmanirrahim. Əlbəttə burada eləyə bilərik ki, Hacı Bəktaş Vəlini axtaraq ki, Hacı Bəktaş Vəli haqqında nə məlumat verir? Hacı Bəktaş Vəli haqda türkcə və ərəb türk əlifbası ilə bilgilər ver lütfən. Görək ki, Hacı Bəktaş Vəli əslən kimdir, nə haqda bundan şey verir. Aşağıda Hacı Bəktaş Vəli haqqında türkcə bilgilər ərəb türk əlifbası Osmanlıca ilə, yəni Osmanlıca əlifbası ilə verirəm. Hacı Bəktaş Vəli kimdir? Hacı Bəktaş Vəli Anadolu təsəvvüf tarixində çox önəmli bir oliya, arif və dərvişdir. Bəktaşlıq təriqətinin mənəvi, həmən mənəvi yazıb, amma mənəvi pişvası olaraq qəbul edilir. İslam irfanisi əhl-i beyt məhəbbəti və insan mərkəzli bir iman anlayışını yaymaqla tanınmışdır. Doğum və əsl nəsəbi. Doğum yeri Xorasan diyarı, bugünkü İran, Əfqanistan ətrafı. Görürsünüz? Doğum tarixi təqribən 606 Hicri qəməridə, vəfat tarixi 669-da. Yəni 63 il ömr edibdir. Olduğu qəbul olunur. Əsl-i nəsəbinin Həzrəti Əliyyə raziyallahu anhu və əhl-i beytə, mən bu raziyallahu demirəm, ha, internet özü yazıbdır, çünki gedir mənbələrə və əhl-i beytə bağlandığını söyləmək mənabeylər vardır. Anadoluya gəlişi. Hacı Bəktaş Vəli babai hərəkətləri sonrasında, bu da bir hərəkətmiş ki, biz bilmirmişik, babai hərəkətləri sonrasında Anadoluya gəlmiş, xasə Qır şəhir olacaqdır, Qırı yox, Qır şəhir, Sülüçə Qərə Öyük, Hacı Bəktaş ətrafında irşad fəaliyyətində bulunmuşdur. O, Quniyə mərkəzli rəsmi mədrəsə dinindən ziyadə xalq arasında yaşayan irfani iman şiklini tərcih etmişdir. Fikir və inanc əsasları. Hacı Bəktaş Vəlinin öğrətmisində Allah insan aləm birliyi. Allah insan aləm birliyi bir. İkincisi əql, elm və eşq. Çox gözəl mərkəzli şeyləri var. Üçüncüsü ədəb, əxlaq və insaf. Üçüncüsü qadın erkək bərabərliyi. Xanımlarla ağaların bərabərliyi. Əhl-i beyt məhəbbəti də beşincidir. Mərkəzi yer tutur. O, şəriət, təriqət, mərifət, həqiqət dərəcələrini bəlirləşdirdiyi bir təsəvvüf anlayışını savunmuşdur. Burada gedir, bunun haqqında daha çoxlu şeylər yazır. Bəktaşlıq təriqəti. Hacı Bəktaş Vəlidən sonra onun fikri Bəktaşlıq təriqəti adı ilə təşkilatlanmış xasə Yeniçeri ordusu, Rumeli və Balkanlar Osmanlı dövlətində
geniş yayılmışdır. Bəktəşlik bir yandan İslam irfanisinə, digər yandan Türk qədim inanclarına bağlanan sentez bir yol olmuşdur. Sentez yəni sonuc. Əsrləri, əsr əlif ilə yazıbdır, qələt yazıbdır, amma çünki latindən çevirir, ona görə beləsi olur. Hacı Bəktəşi Vəliyə nisbət edilən ən məşhur əsər, məqalat, məqalələr. Bu əsər türkcə, farsi, ərəbcə ənasür daşır və təriqət adabi, əxlaq və irfan usulləri izah edər. Vəfat və məqbərəsi. Vəfatı 669 Hicri qəməridə Mədfən Hacı Bəktəş Novşəhir şəhrində məqbərəsi bu gündə Bəktəşilər və Ələvilər üçün mühüm bir ziyarətgahdır. İstərsən, tamam, burada geçir kitablara, amma mən istirdim bunun dəqiq doğum yeri və ata-anasının kimlikləri bəlli midir? Mən bunu istirdim ki, görüm. Çox yerinə və dəqiq bir sualdır. Qıssa və açıq cavab verin, sonra təfsilinə girərəm. Hacı Bəktəşi Vəlinin dəqiq doğum yeri və ata-anasının kimlikləri qəti olaraq bəlli deyildir. Qəti olaraq. Bizə gələn bilgilərin çoxu mənqəbəvi rivayət və bədənki Bəktəş mənabələrinə dayanır. Bədənki yəni sonrakı. Sonrakı Bəktəşi mənbələrə, qaynaqlara dayanır. Aşağıda bəlli olan və bəlli olmayanları Osmanlıca açıqlayıram. Doğum yeri haqqında. Dəqiq yer qəti bəlli deyil. Yəni o kəndi filan haradır. Rivayət, əlbəttə kətdir də, şəhər, o zaman şəhər yoxdur. O zaman şəhər dediyimiz yer qələlərin içidir. Rivayətlərə görə Xorasan diyarı doğum yeri olaraq göstərilir. Xassə Nişabur ya da Tuz ətrafı. Əcəb, bugünkü İran içində olur onlar. Amma bu yerlər üçün tarixi sənəd və vəqfiyyə ya müasir qaynaq yoxdur. Deyir ki, yəni hətta burada da şək var ki, buralı. Osmanlıca ibarət nədir? Hacı Bəktəşi Vəli Xorasan diyarında olub, dəqiq müəllid yeri məlum deyildir deyə yazılıbdır Osmanlıda. Atası və anası haqda rivayətlərdə atasının adı Seyyid Məhəmməd ya da İbrahim Sani. Görün, hətta atasının da adında şək var. Bəktəş mənqəbələri onu Əhl-i Beytidən Həzrəti Əli nəslindən olaraq tanıdır. Amma bu nəsəblərin tarixi nəsəbnaməsi müasir yazıqlı qaynaqlarla təyid edilməmişdir. Anası için ən çox keçən ad Xatun Ana ya da Nuriyə Xatun deyər. Bəktəş ədəbiyyatında anasının pak, salihə, arifə bir xatun olduğu, onun tərbiyəsində böyük rol oynadığı vurğulanır. Osmanlıca ibarət olduğu beləsidir. Validəsi Xatun Ana namı ilə mərufdur, lakin tarixi vəsaiqlə sabit deyildir. Hətta bunlarda da çox təəssüflə ki, bilinmir, çünki bu irfani insanlar özlərini gizli saxlayırdılar. Gizəmlilik əsas idi. Necə ki, indi Şiədə də bu vardı. Çox yerdə vardı, bu, yəni tamam dinlərdə bir gizəmlilik vardı. Məsələn, imamların ölüm tarixi, doğum tarixi, vəfat elədikləri yer, harada dəfn olublar, bunlar bəlli deyil. Bismillahirrahmanirrahim. Elə başlanışı Bismillahdan sonra şükri, minnət və sipas ol Təngri, Təbarək və Təala və Təqəddüs həzrətlərinə olsun ki, bu zəifi və nəhifi biçarə qullərini yoxdan var eylədi. Calibdir, mən diqqət edirdim bu şeylərdə, Türkiyənin bu dizilərində, özəlliklə Osmanlı haqqında olan dizilərə, görürdüm ki, insanlar özlərinə qul deyir, Allahın qulu deyə. Yəni,
qul sözü bərdə ünvanında deyil. Yenə də bunu burada daha bir kərə də deyim ki, qul sözü Allahın bəndəsi, Allahın yaratdığı ünvanında işlənir. Əlbəttə dərbarda da işlənəndə bəzən işlənir. Orada da yəni xilafətdə də işlənəndə deyirlər orada yəni karimətlər, işçilər, dövlət işçiləri. Nəhif-i biçarə qullərini yoxdan var eylədi və dəxi bu bəni biçarə qullərə iman və İslami ruzi qıldı. Ruzi yəni o şey ki bizə yiyiruq. Cəlib ki, ruz sözü də bundan gəlibdir. Ruzi qıldı və cümlə-i məxluqatın rizqlərin məlum edib məqsum qıldı və dəxi salavat-u salam ol Rasulullah həzrətlərinə və mürsəllər sərvərinə olsun ki, yeri və göcü və büsbütün aləmi anın yüzü suyu hürmətinə. O yüzü suyu çox gözəl bir şeydir. Bizdə mənim yadıma gəlir ki, bir uşaq məsələn çox sırtıqlananda, uşaqlıqda böyük nənələrimiz deyərdi ki, bunun üzünün suyu quruyubdur. Mənim yadıma gəlir. Yəni ki, bir həyalaşıbdır. Burada deyir ki, onun çox gözəl bir söz işləyir. Deyir ki, yeri və göyü büsbütün, yəni completely, büsbütün, yəni kamilən, hamısın, istisnasız, yeri göyü büsbütün aləmi anın yüzü suyu hürmətinə və dostluğuna, dostluq yazmayıb, tı yoxdur, dostluğuna xəlq eylədi və dəxi anın al və ovladı və əzvacı xanımları və əshabi və ətbai üzərlərinə salam olsun ki, onlar xəlq olunmuş məxluqin əşrəfləridir və müttəqi və zühdü və səlah əhliləridir. Əhilləridir, üzr istəyirəm, əhilləridir, təşdid qoyduğun üstünə. Burada qırmızı ilə yazıb sallu aleyhi və səlləmu təslimən kəsirə. Allahümmə salli ala Muhammed və ala Muhammed. Məsələn, burada səlləmu məmulən ərəbcədə cəm olanda vav gəlsə axirində nun yox. Nun gələndə cəmin axirində nun da gələr, amma vav gələndə onun axirində bir əlif qoyarlar, oxunmaz. O cəm əlamətidir. Amma burada onu qoymayıbdır. Bilmirəm, istəyibdir türkcələşdirsin, yoxsa yaddan çıxıbdır. Hər halda sallu aleyhi və sallimu təsliman kəsiran və dəxi. Burada ərəbcədir, qırmızı ilə yazıb, üstünə də səslərin qoyubdur hərflərin. Və dəxi ol padişahi bizəval. Gedir Qur'andan bir ayə gətirir qırmızı ilə. Və hayyun qədimun ləm yəzaləh. Şükürlər olsun ki, İslam əhlinin ol mütəbər ruhlərin dari bəqadə. Burada indi alara şey qoyub, dari bəqadə mərhum və məğfur qıldı və dəxi salavat və salam ol rəsuli əkrəm və nəbiyi, bunlara səs qoyubdur. Və nəbiyi mühtərəm həzrətlərinə və alinə və ənsabinə və dəxi əzvacinə və əshabinə və ətbainə və təbəi tabiininə olduqdan sonra münləhə, burada ərəbcə bir söz yazıbdır, münləhə Səadəddinə buyurur. Belə bir ad vardı, yəni ehtimalən bu bir adam adıdır. Münləhə Səadəddinə buyurur. Münləhə adında bir adam Səadəddinə deyir ki, nə deyir? Buyurur, ol əsrar-ı rumuz, ol əsrar-ı rəmz-i rumuz və kaşif-i əsrar-ı künuz, əsrar sözli və dili. Əsrar sözli və dili tatlı, şirin, şirin dilli.
Əsrar sözlü və dili tatlı və lətif, kəlamlı və gözəl yüzlü və məqalat sahibi və şəriət sui ilə pür tərbiyyət və mərifət və gənc həqiqət və məqami təriqət və məqami şəriət ilə məruf olan canları və gerçəkləri və aşıq və sadiqləri sevib və cahil olan kəzzabləri və münafiqləri sevməyib ol sahibi gənzi ulum və qutbi məlum əni yəni muradım mənim mənzurum əni behi mənzurum bunları dedik bir belə söz ki dedim dalbadal kimin haqqında Həzrəti Hünkar Hacı Bəktaş Vəli Əl-Xurasani Qəddəsə Sirruhul Əziz Həzrətləri yəni ol din çıraq yazıbdır. Yəni ol din çırağı və iman nurinin çırağı və iman nurinin bağı və varənlərin durağı, varənlərin, yəni hər kəs ona getsə, yəni Allaha tərəf hərəkət edənlər gedilər, orada isqahdır, dururlar. Had Bəştaşvəri varənlərin durağı. Duraq o yerdir ki, orada istirahət edirsən. Məsələn, gedirik otobus durağında dururuq, yəni gedirik birdən bir yerə, orada dururuq, gözləyirik, ya otobus gəlir durağında durur. Hər yer ki, biz orada nurinin çırağı və iman nurinin bağı və ərənlərin durağı və həqiqət aləminin gülüstani şöylə əyan və bəyan qılır ki, Haqqi Subhanehu və Teala və Təqəddüs Cəllə Cəlaluh və əmmə nəvaluh və la ilahə qeyrüh Həzrətləri çünki Həzrəti Adəmi 4 dürlü nəsnədən xəlq eylədi. 4 dürlü, yəni 4 cürə nəsnə, yəni maddə. 4 cürə maddədən nəsnədən xəlq eylədi və ondan 4 güruhi xəlq eylədi. Adəmdən 4 güruh yaratdı. 4 güruhi xəlq eylədi və dərdini dəxi və dördünü dəxi 4. Burada dördünü, burada t sönübdür 4'ə. Baxın deyib ki 4 dördünü 4 t-da yazılır, amma o zaman ki istəyir ona bir hərfi izafə eləsin, dala çevirir. 4'ün də 4 cürə taət onlara verdi, itaət. Və o 4 kərə və o 4 güruhun 4 dürlü arzuları vardır. 4 güruh hərəsində 4 cürə arzu oldu, 16 dənə buracaq. 12 dənə üzr istəyirəm. Vardır. İmdi qırmızıdır. Ol 4 dürlü nəsnə, ikinci su, üçüncü ruzigar. Ruzigar hava, yel. Dördüncü ateş. Əvvəlki güruhi abidlərdir. Adamdan yaratdı da, 4 güruh ki adamdan yaratdı. Əvvəlki güruh abidlərdir. Bunlar şəriət əhlidirlər. Abidlər onlar ki ibadət edirlər, bunlar şəriət əhlidirlər. Yəni nə cür qılım, nə cür qılmayım, bunların əhlidirlər və bunlar mollaların əsiridirlər. İslama rəbti bunların yoxdur. Çox gözəl deyibdir, amma deyir ki, əvvəlki güruh abidlərdir. Bunlar şəriət əhlidir. Və bunların əsilləri ruzigardandır. Bunlar yel kimi, badistdirlər. Yeldilər. Bunların əsli yeldəndir. Bunlar, mollalar nə desələr, ondan əsəllər o üzlüyüzə. Molla bugün desə haramdır, haramdır, həlaldır, həlaldır, müstəhəbdir, müstəhəbdir, get, gəl, oturdur. Bunlar ondan gedərlər. Bunlar Peyğəmbərlə işləri yoxdur. Bir də oxuyayım buna. Əvvəlki güruh abidlərdir. Bunlar şəriət əhilləridir. Əhilləri təşdid qoyduğu üçün mən də oxuyuram. Əhilləridir və bunların əsilləri ruzigardandır. Həm bu ruzigar həm safidir və həm qəvidir. Zira bu ruzigar həm safdır, hava. Həm safdır, həm də güclüdür. Şəriət əhli deyir bu cür sözlər. Doğru da deyir. Yəni həm saf sadə insanlardılar, bədbəxtdilər, çünki bir nəfərə qulaq asırlar. Həm də güclüdür. O zaman ki o molla bir fətva verər, bunlar qalxarlar ayağa. Ruzigardandır. Həm bu ruzigar həm safidir və həm qəvidir. Zira ruzigar ismə
dedikcə danələr səmanından ayrılmaz. Dəyincə olacaqdır. Zira rüzgar əsmədincə tamam. İsmə oxudum, qələt oxumuşam. Zira rüzgar əsmədincə, yel əsmədincə, zira rüzgar əsmədikcə danələr səmanından ayrılmaz. Yel əsmədikcə samandan danələr ayrılmazlar. Dənələr ayrılmazlar. Və əgər rüzgar əsməsə idi, məcmui xəlq aləm murdar qoxurlardı. Əgər hava da olmasaydı, tamam aləmdə canlılar ki var, onlar da iylənərdilər. Qoxurlardı, pis iyə qoxu deyilir. Qoxurlardı. Bizdə də iyi deyirik. Yaxçı da iyi deyirik şeyədir, amma qoxu da işlənir Azərbaycanda ha belə. Məcmui xəlq aləm dar qoxurlardır. Cümlə həlak olurlardı idi. Hamısı da ölərdi. İyilərlər ölərdilər. Tamam. Pəs havanın biri budur. Bunlar. İkinci. İndi. Həlal-u haram. Murdaru mismil bismil həman. Murdaru mismil. Qəmusi. Bunların hamısı. Şəriət birlə məlum olur. Abin müdün. Heç bir şey yoxdur ki, uşaq ya getəbin və la yabisin belə la rütəbin bu. Tamam. Qohun qarpız nə bilim mən, qohun qarpız nə bilim mən